Əziz 9-cu siniflər, əziz şagirdlər və əziz müəllimlər. Sizlərə təqdim etdiyim 9-cu sinif kitabı ilə 2 ildir tanışsınız. Kitab əsasən 9-cu sinifin proqramına uyğun olaraq hazırlanmışdır. Eyni zamanda Dövlət İmtahan Mərkəzinin tam standartlarına uyğun olaraq ölçülüb, dəqiqliklə hesablanaraq yazılmışdır. Kitab haqqında gəlin biraz qısa bir məlumat verim. Birinci nəşrdir. Müəllif Orcu Velçin Hamletoğludur. Bu hissəsində 9-cu sinif riyaziyyatdır, birinci hissəsidir. Kitabda buraxılış imtahanına hazırlıq test və sınaq toplusudur. Yəni, topluda həm test var, həm də ümumi sınaqlar var. Yəni, bu test o deməkdir ki, mövzudur və hər bir mövzunun da 2 sınaq verilmişdir. Həm test 1, həm test 2 verilmişdir. Şagirdlər daha yaxşı mənimsəsin deyə. Eyni zamanda bütün mövzular yekunlaşdıqdan sonra ümumi 50 sınaq verilmişdir. 50 sınaq da qarşıq sınaqdır. Bütün mövzulardan əhatə olunur və orada olan bütün mövzularda tamamilə dəqiqliklə ölçülüb, hesablanaraq tərtib edilmişdir, modelləşdirilmişdir dəqiqliklə. Bu hissəsinə baxaq, ikinci hissəsinə. Müəllifdir, yenə Orcu Velçin Hamletoğlu və rəyçilərdir. Rəyçilər haqqında da yenə qısaca bir məlumat verim. Kitaba rəy verən şəxslər haqqında qısaca bir məlumat verim. Dəyərli müəllimlərdir. Orucov Arif Mansuroğlu. Orucov Arif Mansuroğlu metodist müəllimdir. Təhsil Nazirliyinin Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, Gəncə şəhər Riyaziyyat fənni üzrə Olimpiada Təşkil Komitəsinin sədri, Gəncə şəhər 11 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimidir. Nəbiyev Asəf Ənvəroğlu, fizika riyaziyyat elmləri namizədi, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimidir. Abbasov Zəfər Dumanoğlu, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, Gəncə Dövlət Universitetinin Riyazi Analiz Kafedrasının əməkdaşıdır. İbrahimov Nadir Əloğlu, Gədəbəy rayon Novi Ivanovka kənd tam orta məktəbinin riyaziyyat müəllimidir. Orzov Tali Ələddinoğlu, Gəncə şəhər Mirzə Şəfi Vaziy adına 16 nömrəli tam orta məktəbin riyaziyyat müəllimidir. Mehdiyev Eyvaz Zahidoğlu, Goranboy rayon Tərlan Cəbrayıl adına Qazanbulaq qəsəbə tam orta məktəbin riyaziyyat müəllimidir. Ağayev Famil Nəsrullahoğlu, Bakı şəhəri 261 nömrəli məktəbin liseyinin riyaziyyat müəllimidir. Bayramova Nigar Vaqif qızı, Göygöl Təhsil Mərkəzinin bani, yəni indiki hal-hazırki bani təhsil mərkəzinin məsul şöbə müdürüdür. Mehdiyev Qasimi Məcidoğlu, qabaqcıl təhsil işçisi, Tovuz rayonunun riyaziyyat müəllimidir. Qulzadə Tapdıq Həsənoğlu, Ali Riyaziyyat Kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru, İlk onlayn tədris portal saytının qurucusudur. Hüseynov Ceyhun Xıdıroğlu, Kəlbəcər rayon 3 nömrəli tam orta məktəbin riyaziyyat müəllimidir. İxtisas redaktoru, dəyərli müəllimlərimiz, dəyərli dostlarım, kitabda daha çox böyük əməyi olan şəxslər Orcu Tali Ələddinoğlu, Mehdiyev Eyvaz Zahidoğludur. Kompüter tərtibatçısı, yəni bu qədər görülən bütün işlərin görən Həsənov Hüseyin Şahmiroğludur. 9-cu sinifdə böyük əməyi olan şəxslərdir. Ön sözdür, növbəti hissəsinin ön sözdür. Ön sözdə əsas nədir? Əziz abituriyentlər, hörmətli müəllimlər, sizə təqdim etdiyimiz 9-cu sinif riyaziyyat test vəsaiti DİM-in proqramında olan bütün mövzular əhatə olunmuşdur və bütün mövzular var. Test vəsaiti 8-ci sinif və 9-cu sinif şagirdləri 9-cu sinifin buraxılış imtahanına hazırlaşmaq üçün nəzərdən tutulmuşdur. Eyni zamanda 10-cu və 11-ci sinif şagirdin buraxılış formatında olan test və sınaq tanış olub, biliklərini daha da möhkəmləndirə bilərlər. Burada 11-ci sinif və 10-cu siniflər də bundan daha da istifadə edə bilərlər. 11-ci siniflər daha istifadə etməyə məqsəd odur ki, biliklərini daha da möhkəmləndirə bilirlər. Əvvəlki testlərdə, yəni 11-ci sinifdə, buraxılışda 9-cu sinif proqramından testlər də daha çox düşür.
bu hissələrindəndir. Və bu hissələrindən sonra əsasən bu hissəsində buraxılış imtahan cavab kartının nümunəsidir. Şagirdlər bununla da daha tanış olur. Yəni qapalı tip cavab kodlaşdırması tələb olan açıq tiplərdir. Şagirdlər burada kodlaşdırmanı necə aparmaq lazımdır və dairələri necə işarələmək lazımdır. Və bu hissəsində kodlaşdırılması tələb olan testlər, kodlaşdırılması uyğun olan testlərin nümunəsidir. Və bu hissəsində riyaziyyat fənində həll tələb olan tapşırıqların nümunəsidir və cavab kartıdır. Bunlar əsasən şagirdlər üçün özəlliklə hazırlanmışdır. Və eyni zamanda bu hissəsində şagirdlər bütün testləri hazırladıq, yekunlaşdıqdan sonra onlar ballarını da asanlıqla hesablaya bilir və hesabladıqdan sonra da onlar öz nəticəsini bilə bilir. Və bilirik ki, riyaziyyatdan əsasən nisbə balı 100 baldır və qapalı tipli 15 tapşırıq var. Cavabı kodlaşdırması tələb olan açıq tip 6 tapşırıq var. Həlli ətraflı şəkildə yazılması tələb olunan açıq tipli isə 4 tapşırıq var. Cəmi 25 tapşırıq var və bunları bilməklə, düzgün cavablarını yazmaqla, burada düsturda istifadə edərək balını hesablaya bilir. Və balını hesabladıqdan sonra bu şagird 0 və 100 bal arasında qiymətini də tapa bilir ki, məsələn, mən burada imtahanda, bu kitabda yazdım və imtahanda hansı qiymət ala bilərəm və qiymətləndirmə 2, 3 və 4 və bal şkalası uyğun olaraq bu aralığa daxil olan hansıdırsa qiymətləndirilə bilər. Eyni zamanda şagirdlər burada öz səviyyələrini də seçə bilir ki, səviyyəsi yəni qeyri-kafidir, kafidir, yaxşıdır və yuxarıdır və bunlardan hesablaya bilər. Və buradan başladıqdan sonra testləri, yəni ilk olaraq mövzular başlanır. Natural ədədlərin mövzusudur. Natural ədədlər test 1 və burada hər bir şey açıqlıqla qaydalar necədirsə ona uyğun olaraq hazırlanmışdır. Test 1 və ondan sonra ikinci testdə verilmişdir ki, daha da möhkəmləndirsin şagirdlər biliklərini. Test 2-dir. Və test 2-ni də yekunlaşdırdıqdan sonra növbəti mövzunun testləri gəlir. Növbəti mövzu və ardıcıl olaraq proseslər bu şəkildə gedir. Və sonu yaxın gəldikdə isə şagirdlər orada ümumi mövzuya aid olan sınaqlarla, yəni bu şəkildə olan sınaqlarla qabaqlaşır. Yəni orada ümumidir. Bütün mövzu var. 25 mövzu var. Hər bir mövzuya olaraq testlərimiz də var. Və ümumi yekunlaşdıqdan sonra cavablarını da asanlıqla orada yoxlaya bilərlər. Cavab hissələri də verilib hər birində. Orada hər birini qeyd edilərək uyğun olaraq hesabla bilər. Burada olan testlərlə tam dəqiq işləyərək biliklərini daha da möhkəmləndirə bilərlər. İmtahanda hansı model tiplər, hansı qaydalar, hansılar varsa o tip misalların daha çox üstünlüyü təşkil olunmuşdur və suallar əsasən orta və çətin səviyyədə olan suallarla tərtib olunmuşdur və dərəcələrinə görə də hər biri bölünür.